Kibrit yadından çıxır. O değil kibrit. O değil. Bir, iki, üç. Hamısı yanıqdır. Aha, deyəsə biri tapmışam. Yandırma, yandırma. Niye? Ürəyimdə bir şey tutmuşam. Eğer orada bir tane yanmamış kibrit çöpü tapılsa... Onda ben... Onda ne? Git o kişiden yandır. Bam, 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 bam. Kimse senin için yamanca darıxır. Benim için? Hop, Hardan bildin? hop. Sigaretin yanmağından. Eğer sigaretin bir tarafı yanırsa demeli kimse senin için yamanca darıxır. Demirdin bunu. Yox. Yaxşı da görüm ürəyində nə tutmuşsan. Arzun nədir? Qulaq as. Eğer kutuda bircə dənə də yanmamış kibrit çöpü qalıbsa, onda Ne olsun? hiç bildin neynədin? Yox. Nöqtələr. Bu üç nöqtədir. Arzum. Arzum ne demezler? Ha. La, 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 la. Ürəyimdə tutmuşdum ki, o kablo... Yavaş. Bu da sənin nöqtə vergülünün axırı. Ay, kabloğumu sındırdı. Belə yeriyə bilməzsən? Beni yerimi yolar. Ver mənə. Ver görüm. Hey, aşık məşuqlər, hara aparım sizi? Yanında pulun var. Bəs nə? Gəl. Yavaş. Geç. Zahmet olmasa burada saklayın. Buyur. Kolumdan tut, yıkılırım. Hiç kolumu tutmaya da başarmırsan. Niye bacarmıram? Sabah konserte gedəcəksən. Sen gitmek istersen. Hı. Deməli belə. Nə? Heç nə. Ad günün laf kıyamet geçti. Alem anan varmış. Çok sağ ol. Deyərəm ona. Yok yok, lazım değil. Sağ ol. Gecen xeyirə qalsın. Gecə xeyrə qalsın. Niye eve gelirsin? Bəs sen niye gitmişsin? Ben? Hı hı. Ne bileyim. Gözləyirəm, sen gidesin sonra. Heyif ki kablokum sınık. Yoksa biraz da gezerdik. Hava da yaxşıdır. Daha gecdir, anan nigaran qalar. Ha, elədir.
Gecən xeyrə qalsın. Sağ ol. Oktay, Nədir? mənə heç nə demək istəmirsən? Demək? Nə deyim ki? Nə deyim ki, heç nə, ayı. Hı. O gece her şey değişebilirdi. Her şey başka cür olabilirdi. Sen o gece yüreğinde ne tutmuştun? Ben o gece Oktay, yüreğimde tutmuştum ki eğer kutuda hiç olmasa bir tane kibrit çöpü kalıpsa, onda biz seninle evleneceğiz. Sen ne danışırsan? O vakit seni Cemal'a nişanlamıştılar. O vakit sevmirdim onu. Seni sevirdim. Sense lap keydin. Yaxşı. Sevmirdinsə bəs niye onlara gittin? Niye? Niye? Ağız kızın işi necə oldu? Oktay'dan başa bilmirəm. Deyirlər qız istəyir, amma ortada hiçbir şey yoxdur. Ağız qulaq as, Camal yaxşı oğlandır. Evi, eşiği, yaxşı da qulluğu, daha ne istəyirsən? Ağız qiyamət oğlandır. Ver kızı ona, senin de evini dolandırar. Senin işi de yaxşı olur. Daha ne istəyirsən? Get, hərisini ver. Sözə bax, oğlan yaxşı oğlandır. Əsli necabəti var, Sağ ol. Söz müdür bala? Allah bilən yaxşıdır. Bilmirəm. İndi bunun əhəmiyyəti yoxdur. Bağışla. Mən elə demək istəmirdim. Gedək şəhəri kesək. Gedək. Ancaq əvvəlcə bir antikvar dükanına deyək. Binlerce güzel olsa da her millet C'est une boutique antiquaire. Il y a tant d'intéressants ici. Des ceintures d'argent, des anciennes monnaies de différentes époques. On faisait des fous. Salam Həsən əmi. Xoş gördük. Necəsən? Nə var? Ça voulait. Tuğaçıyam sağ ol. Maintenant, Yaxşı, sən necəsən? une collection Niyə? de İstəyirəm. poignards de 19e siècle. Çox da görünmürsən. Ensemble, et ça sera iş çox. intéressant pour vous. Faites attention Təzə nə var nə à yox? ce poignard. Sağ C'est ol. si joli. Dolanırıq. Peki olsun. Voilà la ceinture d'argent de 15e siècle. Perişana yok giden ki yetim. Bu ne olan şeydi? Ha kızım bu durna çırağıdır. Bunu dağlarda yandırırlar ki durnalar yolu azmasın. Çok güzel bir şeydi. Antika şeydi. Buna bak alemdi ki. İstəyirsən alım. Məndən sənə yadigar olsun. Lazım değil sağ ol. Neyime gerek? Ben yaşadığım yerde ne dağlar var ne durnalar. Bu el adıma kısmet olsun ki aparıp dağda yandırsın. Oh c'est joli. Oui, c'est vraiment joli. C'est le poignard de 19e siècle. Quel travail! Les hommes les ont portés aux ceintures. Faites attention aux gains de ce poignard. En faisant des fouilles, on l'avait trouvé dans une tombe. On enterrait les hommes avec leurs armes, habits et bijoux. Yani doğrudan durnalar bu çırağı görebilirler. Bütün bunların hamısı əfsanədir, nağıldır. Bütün bunların hamısını çırağı düzəldən uydurub ki, malın qiymətini artırsın. Hayatta bence en güzel şey odur ki insan öz için bir nağıl uydurabilsin. Efsaneye hakikat dəxli yoktur. Esas budur ki uydurduğu nağla inansın.